Salamlar, kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadım. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Bugün videonu biraz gec açmışam. Pastellər falan dəyişdim. Hətta yuyulub, indi aparıb sərəcəm. Sərməyə usbet eləmədən evdən çıxmışdım. Çünki lazerə getmişdim. Oradan sonra biraz evə bəzi əksikləri aldım. Nərgiz də qucağımda, avtobusla qayıtmışam. İlk dəfə də Nərgiz avtobusa minirdi. Çox belə şəkər hər yerə, hamıya baxırdı. Bu arada bu günlərim nəsə mən üşüyən kimiyəm. Havada deyəsən yağış yağacaq sabahçun. Bəlkə də gecədən yağacaq. Dolu görünür. Nə qədər ki yağmağa başlamayıbdı. Mən paltarları asım ki qurudum. Bir qismi də yəqin burada suşulkanı açaram qonaq otağında. Ora eləyərəm. Çünki başqa əlacım yoxdur. Bu arada rəylərdən birində yazmışdınız ki, nə yaxşı, izləyicilərdən biri yazmışdı ki, nə yaxşı Nərgiz səsdə yatır otağa, yəni girib çıxıram. Səsi öyrətmişəm mən onu, belə sakitçilik olanda da televizorda kino qoşuram, onun səsi heç olmasa gəlsin, uzaqdan da olsa. Bu bişirirəm, əlavə olaraq da burada hər şeyini hazırlamışam. Ətin buzu gözləyirəm açılsın, səbrim çatmadı, dedim qurtdalamayım. Lahmacun üçün axmağa axşama lahmacun hazırlayacağım. Hazır lavaş almışam. Burada mərci qoymuşam bişməyə. Burada qabları yuyub yığmışam. Burada da göyərti qoymuşam istağa. İndi paltarları bir qismini yumuşdum. Aparıb sərməmişəm. Dediyim kimi çıxdım. Çıxmaq məcburiyyətindəydim. Çünki lazerə yazılmışdım. Sonra da gələnə kimi elə çəkdi biraz. Burada yatağı dəyişmişəm. Otağı plisosdamalıyam. Burada Nərgiz xanım yuxudan durub. Ataplenin üstünə corabları getirib sərdim. Nədir? Nədir? Gözüm səni istər, geçər bir baxışla, qara gözüm.
Nə verib öyrənməyə baxın. Gətir burada, yerdə niyə baxırsan? Heç. Bunlar Novruz bayramına ait idi. Okumaq lazım deyil. Sonra bəs. Bir tane nağıl var idi ama kitaba koymamışdı da. Kitapta Onu yoxdu. öyrənəsiz elə. Ne? Bizə göndərdiyin. Bilmiyorum. Bir Bu tane kitab niyə bitişikdir belə? Ay. Hı. Hey. Uzaklar bize göre ait. Xəlçəni verməyib dünyanın ən qədim xəlçəsi. Hayır, hele şey yoktu bu. Novruzda oxumuşduq. Novruz'un şey var idi, kesmen olduğumuz. Şey daş Novruz'a ait idi. Şey lazım değil okumak. Bir de nağıl koymuştu. O da sınıftaydı sadece. Ne bileyim okumağa hiç ne vermiyor. Üzdən köçürmə, Hı hı. riyaziyyatdan zaddan. Hı hı. Ancaq bir dənə test verir. Hı. Bir tane test. Bir de gidiyorum. İpsi. Buna vereceğiz senden bana. Yox, bir dəfədir göndər. Et açılır. Bilmirəm, baxacam. Bir tane test. Ne olacak ki bunun yaşına vermeyipti. Apar bunu hamama qoy. Nərgiz oyana sürür. Keç bu yana Nərgiz. Ayıldama. Merdivenin başırasın yoksa sadece bakma oldu. Mərcim pişiririk. Ne merdiven? Paltarları bir-bir evə daşıyıram, atapleniya sərirəm, quruduqca yığışdırıram. İpdən hamısını bura, buradakiləri içəri. Bura pododilnik. Daha doğrusu bu adı yadımdan çıxır hər dəfəsində. Yataq örtüsündə yumuşam. Qurusunlar. Ayını yiyeyim. Senin o gözlerinin yaşlarına yavaşlar.
Ana, Ha, ben özüm uyanmadım. Isı fışkırttım, uyuyabilmedim. Gelirsen. gəlirəm. Burada hazırlayıram. 2 qazanda bişirirəm. Ki tez olsun. Burada mərci supum var. Burada da bişirdiklərimi dəsmalın arasına qoyuram ki, xırt-xırt olurlar. Biraz yumuşalsınlar. Həm də yaxşı olur da. Belə. Neçə gündür kek eləyim deyirəm. Axır ki, nəhayət elədim, kişmişdi. Qoyum indi bu duxovkaya. Nərgiz eləmə. Da istisi biraz çıxsın. Cızza da ha, əl atmayasan. Ha, Nərgiz, nə oldu? Yenə başladın ağlamağa. Buradaki sudu da. Qaynardı. Verərəm indi gözlə. Qaynardı, biraz soysun. Nezaket sözlerini kullanarak istediğim şeyi elde edebilirim. Zahmet olmasa anne. Kimse baka bakayım. Yiyib yatırsan. Saat 10'dur. Neyse. Yanda. Nəzakətli söz getmir burada. Yiyeyim. Çünki məni nəzakətdən çıxarırsan. Bir dəfə yox deyəndə, ikinci dəfə istəmirlər. Neyse. Ben hiç istemem. Bilə bilmirəm. Gəl. Anne. Sənin başqa Gözlə indi gör nə verəcəm sənə.